İnsan gələk bu halda olsun. Həm özünü Allahın huzurunda əli boş görsün, həm də hey şükür eləsin ilahi lütflərə görə. Əli boş görürəm bu mənada ki, əməlim sənə layiq deyil. Şükür edirəm buna xatir ki, sən mənə çox lütflər eləmisən. Mən nə qədər dəyərləndirmişəm, amma sən eləmisən. O mənə qalıb dəyərləndirməmək. Cənnət əhli də belədir. Cənnətə daxil olanda bu kəlməni deyəcək. Həmd olsun aləmlərin Rəbbi olan Allaha ki, vədəsinə sadiq çıxdı və əvrəsənəl ərd. Bizi cənnətin varisi qərar verdi. Varis kimə deyirlər? Atanın mülki sən işləmədən sənə yetişib. Rahat yolla da. Ata məsələn dünyasını dəyişib, pulu yetişib sənə. Sən işləməmsən ki, atan işləyib. Sən belə bir müftə qazandın. Cənnətə girən insan da baxır cənnətə, sonra baxır öz əməllərinə. Deyirsən bunu, o belə deyək də, mən qazanmadım, sən verdin bunu. Heç eləmədən vermirsən sən mənə bunu.